Dekabrın 12-sində Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə Fatimə-i Zəhra məscidində ehsan süfrəsi açılıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr mavini, rayon icra hakimiyyəti başçısının mavinləri, şəhid ailələri, qazilər, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyəti iştirak ediblər. Açılan ehsan süfrəsində Ulu Öndərin ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Heydər Əliyevin yalnız öz dövrünün deyil, bütövlükdə Azərbaycan tarixinin taleyini müəyyənləşdirən şəxsiyyət olduğunu bildirib. O qeyd edib ki, ümummilli liderin formalaşdırdığı milli inkişaf strategiyası bugün Azərbaycanı qalib, güclü və söz sahibi olan dövlətə çevirib. Adil Əliyev vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Dövlətçiliyimizin sarsılmaz təməlləri yaradılıb. Rayon icra hakimiyyətinin başçısı həmçinin bildirib ki, Ulu Öndər ideyalarının yaşadılması və təbliği hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.